Değerli dostlar, Türk dünyasının milli değeri, 50'den artık kitap müəllifi Eldar İsmail Böyüktürk baharda, torpağın oyanan, suların çağlayan vaxtı, bayramlar ayı, Mart ayının 10'unda dünya Ulu Göyçədə göz açmıştır. Bugün onu böyük hörmət və ehtiramla yad edirik. Eldar İsmail Böyüktürk Ulu Göyçəsini, ulular diyarı, özünün qibləsi, Kəbəsi, sızlayan ürəyi, göynəyən canı hesab edirdi. Anamın anası Göyçəm, güllərin sonası Göyçəm, göllərin sonası Göyçəm, ömür dünyamın mənası Göyçəm deyərdi. Torpağından, çölündən, çəmənindən türk ətri, türk nəfəsi gələn, qayasında, qarlı zirvəsində, dumanlı gədiyində, yaşıl yamacında türk əzəməti, türk qüruru yaşayan, Qorqud sevdalı, Oğuz Xaqan hikmətli, mərdlər məskəni Göyçədə doğulub boya başa çatmış, böyük söz xiridarı Eldar İsmail Böyüktürk Göyçəsiz alışdı, yandı. Duyğularını kitablara köçürdü. O, bənzərsiz əsərlərinlə yanaşı yazdığı Ulu Göyçə adlı poemasında Qərbi Azərbaycanımızın dilbər güşəsi olan gözəl gözlü Göyçəmizin etnoqrafik, coğrafi, mənəvi xəritəsini Göyçə ətirli poetik düşüncələrlə vermişdir. Göyçənin Novruz bayramı özünə məxsus keçərdi. Xüsusilə çərşənbələr ruha sevinç və xoşbəxtlik gətirərdi. Sazlı, sözlü, nağıllı, dastanlı qədim Göyçənin Novruz bayramlarını keçirilməsi haqqında bu Ulu Göyçə əsərində şair belə qələm almışdır ki, bayram gələcək, yumurtanı boyardıq, vuruşdurar, sonra qatar qoyardıq, 5 uduzar, təhdən bir də udardıq, bayram ayı təzə paltar geyərdik, özümüzü Allah necə öyərdik. Bayram günü tonqalımız qalandı, atam dedi, ölü düşüb olmadı. Mən küsəndə anam onu qınadı. Necə dadlı, necə duzlu çağ idi. Gəlin anam onda hələ sağ idi. Bahar gələcək, sellər sular qopardı. Məcğal gəlib hodağını tapardı. Qara çotan arzusuna çatardı. İşə əvvəl əli yüngül başlardı. Əkinçilər bu inamı xoşlardı. Sevinərdik göydən yağış yağanda, bahar qışın qapısından baxanda, yaz səhəri nərgiz gülü yığanda, tələsiyib közəliyə girərdik, biçənəkdə ondan papaq hörərdik. Ulu Göyçə ilk bahara min alqış, boz ay çıxıb ötüşəndə qarlı qış, bizə tərəf üz tutardı qaranquş, bacalardan ev damına girərdi, harmanlarda palçıq yuva qurardı. Ulu Göyçə, payız ötər, qış olar,
Bahar gələcək, sevinç bizə tuş olar. Hop hopların avazına qoşular. Bir maraqla nəsib usub deyərdik, çaparaqla ağac atı döyərdik. Milli düşüncəli, vətənpərvər, millətsevər, Göyçən İskilli, bütöv Azərbaycan amanlı Ustad şairin əbədi yaşar ruhu şad olsun. İnanıram ki, Qərbi Azərbaycan torpaqları da azad olacaq və bizim ustadımızın da ruhu şad olacaq.